Ayaqda olan şişkinlik böbrəklə bağlıdır. Bugün urolog, androlog, uzman cərrah Bəxtiyar Hüseynovun qonağıyıq. Doktor necəsiniz? Sağ olun, siz yaxşı olun. Xoş gördük. Hər vaxtınız xeyir. İzləyicilərimin ən çox verdiyi suallardan biri. Ayaqda olan şişkinlik böbrəklə bağlıdır. Ayaqda olan şişkinlik 1. Sinir sistemi ilə, 2. Qan damarı sistemi ilə, limfa sistemi ilə və böyrək sistemi ilə bağlı ola bilər. Biz sualı bu cür verək. Böyrəkdə olan şişkinlik olanda necə olur? Üst göz qapaqları, üst və alt göz qapağı bir-birini ortada birləşdirirsə, əllərinin üzərində, bəli, şişlik varsa və ayaqlarda boydan boya varsa şişlik və buna görə bunu biz böyrəkdən olduğunu əsasən də göz qapaqlarından və göz altından bilirik. Amma sadəcə topuq hissədə olan şişkinliklərin çoxu bəzən qan damar sistemi ilə və ya limfa sistemi ilə bağlı olur. Əziz izləyicilər, əgər doktorun birbaşa özünə yazıb hər hansı bir sualınızı yönləndirmək istəyirsinizsə, videonun altında doktorun səhifəsini tanımışam. Müraciət edə bilərsiniz. Doktor, dəyərli vaxtınızı bizə ayırdınız. Sağ olun. Təşəkkür edirəm. Təşəkkür edirəm.